Salam. Bugün sizinlə təbiət 5-ci sinif 1-ci hissədən ikinci mövzunun izahına baxacağıq. Mövzumuz biz necə hərəkət edirik üzərində olacaqdır. Biz bu mövzuda bədənimizə müəyyən forma, görünüş verən, bizim hərəkətlərimizin başında duran, yəni ki, bizim görünüşümüzün əsas belə deyək, sistemi olan sümük və əzələ sistemini öyrənəcəyik. İlk öncə sümük sistemindən başlayaq. Sümük sistemi deyəndə biz deyirik ki, sümük sistemi skeletdən ibarətdir və şəkildə də insan skeletinin öndən və arxadan görünüşünü görürük. İlk öncə gəlin biz deyək ki, skelet nədir? Skelet sümüklərdən və onların birləşməsi olan oynaqlardan ibarətdir. Sümük sistemi bizim bədənimizə həm görünüş verir, həm də hərəkət etməmizə, bədənimizin qorunmasında, əsas deyirik ki, daxili orqanlarımızın qorunmasında böyük rol oynayır. Məsələn, kəllə skeletinə nəzər yetirdikdə, o baş beynin qorunmasına rol oynayır və hətta deyirik ki, dəbilqə rolunu oynayır. Eyni zamanda döş qəfəsinə gəldikdə, döş qəfəsi ürək və ağciyərlərin qorunmasında xüsusi rol oynayır. Döş qəfəsində 12 cüt qabırğa tək döş sümüyü ilə ön tərəfdən, arxadan isə onurğa sütununa birləşmişdir. Deməli, 24 qabırğa tək döş sümüyü var. Bunların hər birisini yadımızda saxlamalıyıq. Onurğa sütunu da deyirik ki, 33-34 fəqərədən ibarətdir. Qabırğalar ön tərəfdən tək döş sümüyünə, arxa tərəfdən isə onurğa sütununa birləşir. Bunu da qeyd etdik və bunun əsas məqsədi dediyimiz kimi ürəyin, ağciyərlərin qorunmasında böyük rol oynayır və döş qəfəsinin belə deyək, yaranmasında iştirak edir. Daha sonra gəlin onurğa sütunundan adını çəkmişkən, onurğa sütunundan danışaq. Onurğa sütunu 33 və ya 34 sümükdən, yəni fəqərədən ibarətdir. Onun sayəsində bədənimizi düz vəziyyətdə saxlaya bilirik, həmçinin bükę bilirik, yəni hərəkət etdirə bilirik. Onurğa sütunu eyni zamanda onurğa beyninin də qorunmasında böyük rol oynayır. Bu şəkilə gəldikdə isə biz müəyyən heyvanların, müxtəlif növ heyvanların skeletinə nəzər yetiririk. Mən məsləhət bilərəm ki, bunların hər birisi müəyyən görünüşçə əzbərləyəsiniz. Məsələn, kərtənkələdə ətraflarına və uzun quyruğuna diqqət yetirin. Göyərçində ön və arxa ətraflarının uzun olmağına, qurbağana həmişə üstdən görünüşün verirlər və ətraflarına yenə də fikir verirsiniz. Atda da yenə də uzun ətrafları və boyun fəqərələrinə quruluşuna görə fikir verə bilərsiniz. Fildə fil dişlərinə görə, meymunda isə yenə də ön ətraflarının daha uzun olmağına, yəni arxa ətraflara nisbətən daha uzun olmağına fikir verə bilərik və bu şəkildə biz nə görürük? Görürük ki, yaş artdıqca bizim sümük və əzələ sistemimiz də böyüyür və bunun əsasında böyümə və inkişaf durur. Daha sonra biz gəlirik ki, bəs yaxşı, bizim skeletlərimiz skeletimiz sümüklərdən ibarətdirsə, bu sümüklər bir-birinə necə birləşir? Təbii ki, sümük birləşmələri ilə bunların da hər birisinin arasında müəyyən oynaq durur. Məsələn, əsasda biz ətraflarımıza deyirik oynağı. Burada da məsələn göstərilir. Oynaq hərəkətli birləşmələrə aiddir. Yəni ki, hərəkətli birləşməyə oynaq da deyilir. Biz oynaqlara əsasən ətrafımıza rast gəlirik. Məsələn, qolumuzu bükməkdə və yaxud da ki, ayaqlarımızı bükməkdə iştirak edir, yəni hərəkət etməsində hərəkətli birləşmələrə aiddir. Yəni ki, hərəkət etdirə bilirik. Yarım hərəkətli birləşmələrə isə onurğa sütununda rast gəlinir, fəqərələrin arasında nisbətən hərəkət etdirə bilirik. Məsələn, əyilib qalxarkən və s. Bu cür birləşən sümüklər deyirik ki, qismən hərəkət edir. Kəllənin skeleti isə biz hərəkətsiz sümüklərə aid edirik, amma istisnamız var. Alt çənə sümüyü burada oynaq əmələ gətirdiyinə görə onu hərəkətli götürə bilirik. Yəni alt çənə sümüyü hərəkətlidir üst çənəyə, yəni fərqli olaraq. Bir dənə bizim kəllə skeletimizdə alt çənə sümüyünü deyirik ki, hərəkətlidir, amma yerdə qalan sümüklər hərəkətsiz birləşmə əmələ gətirir. Və eyni zamanda bədənimizdə bəzən belə deyək, elə hadisələr baş verir ki, həyatda sümüklərimiz zədələnə, çartlaya və yaxud da ki, qırıla bilir. Bu zaman təbii ki, ilk öncə də həmin xəstəni hərəkətsiz şəkildə, yəni çalışmalıyıq ki, az hərəkət etdirək ki, həmin sınıqlar ağırlaşmasın və xəstə üçün, yəni çətin bir hal yaranmadan tez həkimə çatdırmaq lazımdır. Həkim də onu müayinə edir. Sınıq və yaxud da çat olduğun, burxulma mı olduğun, hətta bəzən elə olur ki, əzələlərdə gərilmə yaranır. Heç elə bilirik ki, onun ağrısı dəhşətli olur. Elə bilirik ki, sınıq və yaxud da çat var, amma halbuki burxulma olur. Yəni bu prosesləri daha dəqiq öyrənmək üçün təbii ki, bu qapalı sınığa aiddir. Elə sınıqlar var ki, açıq sınıqdır. Bu zaman sümük qırılır və dəri toxumasını zədələyib, yəni xaricə çıxır. Bu zaman da qanaxma yaranır. Bu zaman bilirik ki, həqiqətən sınıq var. Amma qapalı sınıqlarda bilmək olmur. Bəzən elə bilirik ki,
çat da yarana bilər, əzələ də gələ bilər. Daha dəqiq olaraq bunu həkimə aparmaq məsləhətlidir. Amma yenə də qeyd edim ki, sınıqlarda daha şiddətli ağrı olur. Və həkim müayinə etdikdən sonra, məsələn, sınıqlarda və yaxud da ikinci çatılarda gipsdən istifadə olunur. Gips sarğı növüdür. Həmin bu sınıqlar üçün istifadə olunur və yaxud çatılar üçün istifadə olunur. Və bu çatların sınıqların da müayinə olunmasında rentgen müayinəsi lazımdır. Burada da qeyd edibdir. Bu şəkildə göstərilir. Həmin o sümüklər ağ hissə ilə arxa fon isə qara rəng alır ki, daha aydın görünsün. Məsələn, burada yuxarı və aşağı ətrafı göstəriblər. Məsələn, yuxarı ətrafda bu hissədə sınıq yaranır, aşağı ətrafda da bu hissədə yaranıb. Daha aydın şəkildə müşahidə edirik biz bunu. Və ona uyğun müayinə müalicə işləri aparılır. Əzələlərimiz necə işləyir? Biz bilirik ki, bizim sümüklərdən əlavə əzələ sistemimiz də var və sümüklər əzələlər olmadan işləyə, yəni bilməz, çətinlik çəkər. Və eyni zamanda əzələlər də bizim sümüklərimizi qoruyur. Ona görə əzələ sistemi də başlıca sistemlərdən biridir. Biz bu şəkildə diqqət etsək, görərik ki, bizim nə qədər əzələlərimiz var. Məsələn, çənə əzələləri sizcə funksiyası nə olar? Qidanı xırdalamamızda kömək edər. Boyun əzələsi boynumuzu hərəkət etdirməkdə, çiyin əzələsi də həmçinin qollarımıza da hərəkət etdirməkdə. Və burada qarın əzələləri, bud əzələləri, baldır əzələləri, bazunun üçbaşlı, ikibaşlı əzələsi. Biz bunun hər birisinə gəlin burada daha geniş belə deyək, tanış olaq. İlk öncə əzələlər necə işləyir? Əzələlər yığılıb boşalaraq, yəni bir-birinə əks belə deyək, prinsipdə iş görür. Yəni bir əzələ yığılarkən digəri boşalır və bunlar hərəkət baş verir. Biz bilirik ki, əzələlər sümüklərə birləşir vətərlər vasitəsilə. Və sümüklərə birləşdiyinə görə onların iş prinsipi, yəni paralel olur. Biz artıq əzələni hərəkət etdirəndə sümüyümüz də müəyyən qədər hərəkət etdirə bilirik. Biz bunu ətraflardan da görürük ki, məsələn, əlimizi hərəkət etdirəndə həm əzələmiz hərəkət edir, həm də ki, sümüklərimiz əzələyə bitişik olduğuna görə hərəkət edir. Gəlin burada bu şəklə fikir verək. Burada buna da əzələ yığılarkən gördüyümüz kimi qısalır və yoğunlaşır. Əzələ boşalarkən uzanır və eyni zamanda yastılaşır, nazikləşir və s. Burada da bizim əsas şəklimiz budur ki, biz skeletimizdən danışarkən bu hissəni bazu, bu hissəni sait hissə adlandırırıq və burada da mil dirsək yerləşir sümük olaraq. Bu da bazu sümüyüdür. Bazu hissənin ön tərəfində ikibaşlı əzələ yerləşir, arxa tərəfində üçbaşlı əzələ yerləşir. Əgər ikibaşlı əzələ yığılırsa, üçbaşlı əzələ boşalır və hərəkət gördüyünüz kimi qolumuzu hərəkət etdirə bilirik, yəni yığa bilirik qolumuzu. Amma digər şəkildə bazunun ikibaşlı əzələsi boşalanda o birisi əks iş görəcək. Üçbaşlı əzələ yığılacaq. Və nə olacaq? Qolumuz açılacaqdır. Bu şəklə çox diqqətlə baxmaq lazımdır. Məsələn, desək isə bazunun ikibaşlı əzələsi yığılanda nə olur? Tez üçbaşlı əzələ boşalır və qolumuzu hərəkət etdiririk. Yəni qolumuzu özümüzə çəkə bilirik, qolumuzu yığa bilirik. Bəs yaxşı, bazunun ikibaşlı əzələsi boşalırsa nə olur? Deyirik ki, bazunun üçbaşlı əzələsi yığılır və qolumuzu aça bilirik. Bunların hər birisinə biz diqqət yetirməliyik və burada bizim əsas məqamımız bəzi əzələlər sümüklərə birləşmir. Məsələn, ürək, mədə və bağırsaq kimi orqanlarda sümüklərlə birləşməyən əzələlərdir. Və beləliklə biz bir mövzumuzun da sonuna gəlmiş olduq. Ümid edirəm izahımız aydın oldu. Yenə də nə sualınız olarsa şərh bölməsinə yazıb soruşarsınız. Növbəti video izahlarda görüşmək üzrə. Sağ olun, salamat qalın.